Xoş gəldin. Bugün çox maraqlı bir mövzuya toxunacağıq. Minliklər əvvəl yazılıb, amma hələ də aktualdır. Yaxşı yaşamaq nədir əslində? Bunun üçün də Aristotelin Nikomax etikası əsərinin dərinliklərinə, yəni enəcəyik. Məqsədimiz sadəcə köhnə bir kitabı oxumaq yox, Aristotelin o, belə deyək, xoşbəxtlik, fəzilət reseptini sizin üçün anlamağa çalışmaqdır. Bəli, xoş gördük. Aristotel əslində bizə sadəcə fəlsəfə təklif etmir. Bir növ həyat sənətindən danışır. Onun bu etikası Qərbdə ümumilə yaxşı həyat anlayışının təməlini qoyub. Və bugün də etik müzakirələr üçün çox önəmlidir. Görək indi 2400 il əvvəl deyilən fikirlər bizim indiki həyatımızla necə səsləşir, maraqlıdır. Yaxşı, onda gəlin başlayaq ən təməldən. Aristotelə görə bizim bütün etdiklərimizin, bütün fəaliyyətlərimizin son məqsədi nədir? Sən demə, bu evdemoniyadır. Amma bu, bildiyimiz o anlıq xoşbəxtlik deyil, eləmi? Daha çox belə insanın öz potensialını tam reallaşdırması, çiçəklənməsi kimi bir şey. Məhz, tam olaraq. Və bu, sırf özü üçün istənilən bir şeydir. Yəni, telosdur, son məqsəddir. Var dövlət, şan, şöhrət kimi deyil. Onlar vasitədir sadəcə. Evdemoniya özü məqsəddir. Hə, bu maraqlıdır. Və ən maraqlısı odur ki, Aristotel üçün bu evdemoniya, dediyin kimi, passiv bir his, bir vəziyyət deyil. Qətiyyən, o deyir ki, bu, ruhun fəzilətə, yəni ariteyaya uyğun aktiv fəaliyyətidir. Yəni, xoşbəxt olmaq üçün nəsə etməlisən, fəzilətli yaşamalısan. Deməli, oturub gözləməklə olmur. Kan kimi xarici şeylərdə lazımdır. Bunlar xoşbəxtliyin özü deyil, amma ona çatmaq üçün, belə deyək, vacib alətlərdir. Anladım. Deməli, açar söz fəzilətdir, arete. Yaxşı, bəs fəzilət nədir konkret olaraq? Aristotelin o mənşur qızıl orta prinsipi var, mezotes. Bu nə deməkdir? Hə, o çox məşhurdur. Deyir ki, fəzilət iki ifrat arasında, yəni həddindən artıqlıq və əskilik arasında düzgün yeri, o balansı tapmaqdır. Məsələn? Məsələn, cəsarət. Cəsarət bir fəzilətdir. Bir tərəfdə qorxaqlıq var, bu əskilikdir. O biri tərəfdə isə ağılsızca, kör-köranı atılğanlıq, cürrət var. Bu da həddindən artıqlıqdır. Cəsarət bu ikisinin tam ortasıdır. Yəni, hər vəziyyətə görə dəyişən bir orta. Bəli. Bu, riyazi bir orta deyil. Hər vəziyyətdə nəyin orta olduğunu tapmaq üçünsə, başqa bir şeyə ehtiyac var. Praktiki müdriklik. Aristotel buna phronesis deyir. Bu elə bir bacarıqdır ki, təcrübə ilə inkişaf edir. Konkret situasiyada nəyin doğru, nəyin fəzilətli olduğunu anlamağa kömək edir. Deməli, təkcə bilmək kifayət deyil. Əlbəttə yox. Fəzilət təkcə nəzəriyyə deyil. Aristotel vurğulayır ki, bu davamlı vərdiş nəticəsində yaranan bir xarakter halıdır, heksis və şuurlu seçimlə, prohairesislə bağlıdır. Yəni, sən fəzilətli olmağı seçməlisən və bunu davamlı olaraq etməlisən ki, o sənin xarakterinə çevrilsin. Yaxşı insan olmaq bir ömürlük işdir, belə deyək. Bu çox vacib məqamdır. Yaxşı, əgər fəzilətli olmaq praktiki müdriklik, seçim, vərdiş tələb edirsə, bu bizim başqaları ilə münasibətlərimizə necə təsir edir? Məsələn, ədalət anlayışı, dikaios nə? Bu haqda nə deyir? Ədalət Aristotel üçün çox mərkəzi bir fəzilətdir. Hətta bəzən deyir ki, bu bütün fəzilətlərin cəmidir. Çünki birbaşa başqalarına yönəlikdir. Ədalət həm qanunlara əməl etməkdir, həm də daha vacibi, insanlar arasında resursları, şərəfi, hətta cəzanı ədalətli şəkildə bölüşdürmək, haqqı qorumaqdır. Həm bölgü, həm də düzəliş ədaləti, yəni. Bəli. Ədalətli cəmiyyət olmadan fərdlərin tam çiçəklənməsi, evdemoniyaya çatması da çətindir. O, həmçinin təbii ədalətlə, yəni universal prinsiplərlə, qanuni, yəni razılaşmaya əsaslanan ədalət arasında da fərq qoyur. Bu fərdlə cəmiyyət əlaqəsini göstərir, çox aydın. Bəs sırf fərdlər arası münasibətlərdə ən vacib hesab etdiyi şey nə idi? Mən bilirəm ki, dostluğa, filiya çox böyük yer ayırır. Niyə dostluq bu qədər önəmlidir onun üçün? Çünki Aristotelə görə insan təbiətən sosial varlıqdır.
Tək yaşamaq üçün ya heyvan olmalısan, ya da Tanrı. İnsan üçün isə dostluqsuz tam, mənalı bir həyat mümkün deyil. Amma o dostluğun növlərini də fərqləndirir. Deyir, bəzi dostluqlar sadəcə faydaya görədir, bəziləri həzzə görə. Bunlar gəldi gedərdi. Əsl dostluq. Əsl dostluq isə qarşılıqlı hörmətə və ən əsası fəzilətə əsaslanır. Yəni, yaxşı insanlar bir-birlərinin yaxşılığını istəyir və bir-birlərinə fəzilətli olmaqda kömək edirlər. Bu cür dostlar sanki bir-birləri üçün bir güzgüdür və bu, evdemoniyaya gedən yolda çox güclü bir dayaqdır. Çox gözəl təsvirdir. Yaxşı, bəs bütün bu fəzilət, ədalət, dostluq axtarışında həzzin, hedonin yeri haradadır? Çünki çox vaxt elə düşünülür ki, fəzilətli həyat sıxıcıdır, həzdən uzaqdır. Bax, bu çox yayğın bir yanlış anlamadır. Aristotel həzzi qətiyyən pisləmir. Əksinə, deyir ki, həzz yaxşı, fəzilətli fəaliyyətlərin təbii bir nəticəsidir. Onu tamamlayan bir şeydir. Yəni, fəzilətli bir iş görmək özü özlüyündə xoşdur, həzz verir. Məsələn, cəsarətli bir addım atanda insan bundan mənəvi həzz ala bilər. Deməli, həzz özü məqsəd deyil, amma fəaliyyətin bir parçasıdır. Tamamilə. Amma onun üçün ən yüksək, ən ali həzz, ən ali fəaliyyətdən gəlir. Və bu ən ali fəaliyyət nədir? Düşüncə, yəni teoriya. Fəlsəfi təfəkkür, həqiqəti anlamağa çalışmaq, kainatın nizamını düşünmək. Aristotel bunu insanın ən yüksək, hətta ilahi olana ən yaxın fəaliyyəti sayır. Və evdemoniyanın zirvəsi, ən kamil xoşbəxtlik də məhz bu düşüncə fəaliyyətində tapılır. Bu maraqlıdır, çünki bizim dövrümüz daha çox fəaliyyətə, nəticəyə, xarici uğurlara yönəlib. Elədir. Bu, müasir dünya üçün həqiqətən düşündürücü bir perspektivdir. Beləliklə, bütün bu danışdıqlarımızı bir yerə yığsaq, Aristotelin resepti belədir. Həyatın əsas məqsədi sadəcə yaşamaq yox, çiçəklənməkdir. Evdemoniya. Bəli. Buna çatmağın yolu isə iki ifrat arasında balansı, mezotesisi tapmaqla, praktiki müdrikliklə, fronesislə idarə olunan və vərdişlə möhkəmlənən fəzilətli fəaliyyətdən keçir. Düzdür, vərdiş və seçim çox önəmlidir. Və bu yolda əsl dostluqlar, filiya, bizim üçün çox vacib dəstəkdir. Ən yüksək nöqtə isə bəlkə də dərin fəlsəfi düşüncədə, teoriyada tapılır. Tamamilə. Və sizin üzərində düşünməyiniz üçün son bir sual, bir fikir. Aristotel ən ali xoşbəxtliyi, o ən kamil evdemoniyanı aktiv fiziki fəaliyyətdə, sosial uğurda və ya hətta siyasi gücdə deyil, məhz sakit, intellektual təfəkkürdə, o teoriya dediyimiz fəaliyyətdə görürdü. Bizim bu qədər hərəkətə, nəticəyə, xarici göstəricilərə fokuslanmış dünyamızda Aristotelin bu fikri, yəni ən ali xoşbəxtliyin düşüncədə olması sizin üçün nə ifadə edir? Öz yaxşı həyat axtarışınızda bu cür düşüncəyə yer varmı? Bu haqda düşünməyə dəyər.